Allahümme salli ala Muhammedin ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ya eyyühellezine amenu kutibe aleykumu siyamu kama kutibe alellezine min qablikum leallakum tettaqun. Rahman ve Rahim olan Allah Teala'nın adıyla, o Allah ki dünyada hər kəsə rəhm edəcək, ahirət günü yalnız möminlərə rəhm edəndir. Ey iman gətirənlər, sizdən əvvəlkilərə vacib edildiği kimi oruc sizə də vacib edildi. Bəlkə pis əməllərdən çəkinəsiz, bəlkə təqvalı olasınız. Əziz və dəyərli bizi eşidən əziz Allahımızın gözəl bəndələri, İnşallah növbəti Ramazan söhbətimə başlayıram. Allahın izni ilə bacardığımdan danışam. Əvvəlki cələsədə duadan danışdım. Bir miqdar ki, əziz İmam əleyhissalamlardan, Peyğəmbər əleyhissalamdan dua ilə bağlı söhbətlər var ki, inşallah istəyirəm siz əzizlərə onu çatdıram. Necə ki, Allah deyir, məndən istəyin, mən icabət eləyim. Məxsusi Ramazan ayında Allah söz verib ki, onun dəvətini qəbul edənin mütləq duasını eşidər. Duanın lüğəti mənası çağırmaq deməkdir. Həm də müsəlmanların Allahla razı niyaz etməsi deməkdir. Quran Allah kitabıdır. İstəyirsən ki, sən Allah danışa eşidərsən, bəzi hədisdə var ki, Quran oxu, o Allah danışır. Ona görə dua Quran kimi Allahla danışmaqdır. Fəqət fərq ondadır ki, Quran göydən yerə nazil olub, dua isə yerdən göyə ucalır. Böyük alimlərimizdən, İslam alimlərindən biri buyurur ki, Quran Allah tərəfindən işıqlı səmadan bəndələrə nazil olub. Dua isə bəndələr tərəfdən Allahın dərgahına yüksəlir. Göydən yerə enən və yerdən göyə qalxan kəlam hər ikisi nəticə etibarilə insanın düzgün tərbiyəsindən ötürülür. Hər ikisi Allahla bəndə arasında əlaqədə olmaqdır. Quran Allah kəlamıdır, insanlara xitabdır. Dua isə insanların Allaha olan yalvarışıdır. Odur ki, Quran və hədislərdə əsasən deyə bilərik ki, dua ən gözəl ibadətlərdən biridir, bəlkə də dua ibadətlərin məğzidir. Dua Allahdan istəməkdir və Allah bəndələrinin sızıltısını sevir. Hədislərdə rəvayət olunub ki, Allah öz bəndəsinin ah-nalasını eşidəndə mələklər digər mələklərə bəndənin istəyini verməyə tələsməyin. O bəndəm çox ahuzar etsin. Mən onun yalvarışını eşidəndə sevinirəm. Necə ki, Allah Teala öz kitabında buyurur, Udun əstəcib lakum. Siz çağırın, mən cavab verim. Allah öz bəndəsinin ya Rab, ya Rab fəryadını eşitsin. Allah Teala bəndə istəmədən də, yəni qeyni şərtsiz onun istəyini verməyə qadirdir. Həm də Allah Teala bilmək istəyir ki, hansı bəndəsi onu yada salır və hansı bəndəsi onu unudub. Allaha razı niyaz edən bəndələr bu əlaqədə bir şirinlik duyarlar. İmam Zeynalabdin əleyhissalam, 4-cü imamımız, duaların birində deyir ki, ey Allah, sən münacətin, yəni sənlə olan əlaqənin şirinliyini və səninlə ünsiyyətdə olmağın ləzzətini dostlarına dadızdırırsan.
Demək, buradan belə bir nəticə əldə etmək olur ki, Allah dostlarının ləzzəti təkcə maddi yox, həm də ruhi və mənəvi həzdir. Bəzi hədislərdə deyilib ki, Allah Taala qəzəb etdiyi kimsənin duanın şirinliyindən məhrum edər. Kumeyl duasında böyük dualardan biridir. Həzrət Əli o duanı oxumaqla Allahla əlaqəni möhkəmləndirərdi və hər dəfə oxuduqca göz yaşı axıdardı. Allahdan istəyək ki, inşallah bütün müsəlmanların duasını qəbul etsin, o şirinliyi sizə, bizə, hamısına nəsib etsin. İnşallah. O şirinlikdən idi ki, duanın İmam Səccad əleyhissalam gecə səhərə qədər namaz qılıb, səhər əzanı çıxanda xitab edirdi, mən hələ namazdan doymamışam, gecə münacatından ey gününə tez çıxdın sən. Və hədislərdə var, İmam Əli əleyhissalam da bir gecə 1000 rükət namaz hətta qılardı. Bax, o duanı uzatmaq, o ibadət münacatı, həmin o şirinlik səbəb olur ki, insan öz Rəbbindən ayrılmaq istəmir. Və Həzrəti Muhammed Peyğəmbər buyurub, dua möminin silahı və dinin sütunudur. İmamlarımızdan hədis varid olunub ki, ibadətlərin ən yaxşısı və yer üzərində əməllərin ən sevimlisi böyük Allahın dərgahında duadır. İmam Əli əleyhissalam haqqında nəqd edirlər ki, o Həzrət duanı çox oxuyarmış. Necə ki, əshabından biri rəvayət edir ki, bir gecə ay işığında ətrafda olan xurma ağaclarının arxasında kiminsə əyilib düzəlməyini görərək özümü ona yetirdim və gördüm ki, o şəxs başı səcdədə hönkürtü ilə ağlayır. Və bir müddətdən sonra onun səsi kəsildi və mən onu tanımaq üçün o şəxsin üzü üstə düşmüş bədənini çevirmək istədim ki, tanıyan bu kimdir? Mən onun mübarək gözlərindən tanındım, o Həzrəti Əli idi. Bir qədər onun başı üstə oturub özünə gəlmədiyini görərək yəqin etdim ki, dünyadan gedib. Mən Həzrəti Əlinin evinə yollandım və Əli əleyhissalamın dünyadan getdiyini Həzrəti Fatiməyə çatdırdım əleyhissalama. Deyir, Həzrəti Fatimə buyurdu ki, əmi oğlu dünyadan getməyib, o Allahın qorxusundan o vəziyyətə düşüb. O hədisdə var, Əli əleyhissalam səcdə halında olanda bəzən quşlar gələrdi, onun çiynində əyləşərdi, hiss etməzdi. Çünki o vəziyyətə düşərdi, qəşş eləyərdi. Hədisdə var, onun ayağından müharibədə zəhərli qılınc tiyəsi ki, yara bağlamışdı. Həkimlər onu istədi təmizləyə, Əli əleyhissalam o ağrının şiddətindən dedim, mən namaz qılım, siz onu əncam edin. O namaz qıla-qıla həkimlər, Loğman onu təmizlədi. Doğrudan gördü ki, Əli əleyhissalam heç hiss etmədi. Çünki o münacat, o duanın şirinliyi səbəb olurdu ki, o hətta o ağrını belə hiss etmədi. Allah Taala buyurur, siz ey müsəlmanlar, heç vaxt duanı tərk etməyin. Çünki haqq tərəfinə yaxınlaşmaq üçün ondan yaxşı vasitə yoxdur. İmam Cəfər Sadiq əleyhissalam buyurur ki, babam Həzrət Əli buyurardı, dua oxumaq möminin insan üçün bəlalar qarşısında bir qalxanıdır. Və əgər bir evin qapısını çox döysən, axırda üzünə açılmış olar o qapı. Siz də Allahın qapısını dua ilə döyün. Allah Taala ürəyin istəklərindən agahdır, lakin sevir ki, insanların ehtiyacları onun dərgahında dua ilə istənilsin. İstəyir ki, bəndə özü eşit, o sədasını çıxartsın. Biz Quranda baxışıq, çox peyğəmbərlər, əleyhissalamlar dua ediblər həmişə.
İndi duanın qəbul olması şərtləri var. Duanın qəbul olması şərtlərindən birincisi budur ki, Allaha həm səna edəsən, sonra Peyğəmbər və onun əhl-i beytinə salavat deyəsən. İkinci, bütün günahlarını nəzərə alıb Allahdan bağışlamağını istəyəsən. Üçüncü, ümidini bütün bəndələrdən kəsib, yalnız tək və qadir olan Allaha ümid bağlayasan. Dördüncü, təkcə dil və ürək yox, insanın bütün əzaları dua halında ola. Beşinci, duanın müstəcab olmağına qətiyyən şübhə olmaya. Altıncı, Allahın hökmlərini yerinə yetirməyə əzm eləyə. Yeddinci, Allahın dərgahına yaxın olan müqəddəs şəxslərə, Peyğəmbər əleyhissalam və İmam əleyhissalamlara onu and verə. Səkkizinci, bir də ki, duanın müstəcab olmağında müqəddəs zamanların, məsələn, Qədir gecəsi, azan vaxtı, iftar vaxtı, cümə gecəsi, Ərəfə günü mühüm rolu vardır. Kəbədə, yağış yağan vaxt və s. Doqquzu, ümumilikdə bir neçə nəfərlə birgə edilən duanın təsiri daha güclüdür. Dua halında ağlanmaq gərəkdir. Dua edən şəxsin yeməyi və geyimi halal olmalıdır. Duanın faydaları budur ki, dua edən bəndə Allahla əlaqədə olduğuna görə Quran buyurduğu kimi qəlbə bir sakitlik gətirər və insanı həyəcandan qurtarar. Dua edib Allahı yad etmək ürəkdə bir nur yaratmaqla insana yeni bir həyat verər. Dua edən şəxs Allahın məhəbbətini qazanar. Dua edən şəxs şeytandan və şəhvətdən uzaq olar. Dua peyğəmbərlərin silahıdır. Dua insanların düşmənlərini məğlub edər, özünə isə ruzi yetirər. Dua insana ruhi xəstəliklərdən nicat verər. Bəli, Quranda olan dualardan biri budur ki, ey Pərverdigar, o gün hesab çəkəcəksən, məni, valideynlərimi və möminləri bağışla. Başqa yerdə Pərverdigara bizə rəhbərlik əta edəndən sonra qəlbimizi batilə tərəf döndərmə. Öz tərəfindən bizə rəhmət əta elə. Çünki sən bağışlamağı sevənsən. Başqa budur, Pərverdigara, mənim ürəyimi geniş elə və işlərimi asan et. Mənim dilimi lətafət və düzgünlük ver ki, danışmağımı dərk etsinlər. Musanın duasıdır. Ey bizim Pərverdigaramız, hansı bir əmrini yerinə yetirməyi yaddan çıxarmışıqsa, ya bir işdə bizdən xəta baş veribsə, onu bizim üçün günaha yazma. Ey Pərverdigarımız, bizimlə elə rəftar et ki, keçmişlərimizlə rəftar etmişsən. Ağır təklifləri bizim çiynimizə qoyma. Ey bizim Pərverdigarımız, o şeyi ki, bacarmaqda qudrət və quvvamız yoxdur, o işi bizə həvala etmə. Öz lütfini bizdən əsirgəmə və bizi bağışla, çünki sən bizim Mövlamızsan. Bu, Quranda bəzi peyğəmbərlərin Allaha etdiyi dualar idi, siz əzizlərə inşallah çatdırdım. Yəni, Ramazan ayı dua qəbul olunan ay olduğu üçün bunlar siz əzizlərə belə xidmət etməklə istəyirəm ki, bu ayın mükafatlarından bəhrə aparasınız və o sevincə yetişəsiniz. Allah and verirəm öz böyüklüyünə. Xudavand Allah Taala onun razı qaldığı Ramazan ayında itaat, ibadət etməyi fasiləsiz hamımıza kəramət eləsin inşallah. Allah bütün xalqımızı Ramazanın bərəkətindən kənar eləməsin inşallah. Amin ya Rabbəl alamin.